أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا وخاتم النبيين أبا القاسم محمد اللهم صل على محمد وآل محمد وأهل بيته الطيبين الطاهرين وعلى أصحابه المكرمين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. قال الحكيم في كتابه الكريم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Peygamber, Ali Peygamber hakkında bir salavat ediyeliyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Cəmi enbiya, avliya, avsiya, ulama, şühada, əziz şəhidlərimiz, aramızdan gedən müminələr, boynumuzda haqqı olan şəxslər ki, dünyalarını dəyişiblər, haqlarında salavat ediyeliyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Aziz gündür, hem cümə günüdür, hem Hazret İmam Ali ibn Musa Rıza Aleyhisselam'ın mevlud günüdür, hem de tarihi qələbə günüdür. Allah Peygamber, Ali Peygamber xatirinə bu günümüzü ve gelecek günlerimizi xeyirli, mübarek qərar versin inşallah. O şəxslər ki, İslamiyyət üçün, dinimiz üçün, vətənimiz üçün canlarından keçiblər. Allah onları Ali ibn Musa Rıza Aleyhisselam'dan ayrı salmasın və bizləri də dünya ahirətdə imamın ziyarətindən və şəfaətindən binəsib eləməsin. Bu əziz gün münasibətilə bütün müminləri və ələlxüsus İmam-ı Zamanı və dünya əhl-i beyt aşıqlarını təbrik edirik. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə tezliklə bizlərə əhl-i beytin və İmam Rıza Aleyhisselam'ın ziyarətini qismət eləsin. Bu mövludu imamların hərəmində keçitməyi bizlərə nəsib eləsin inşallah. Onun tezləşməsi üçün də bir salavat ediyeliyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu əziz gündə Həzrət İmam Rıza Aleyhisselam'ın haqqında inşallah müəyyən bəzi rivayətləri diqqətinizə çatdıracağam. Amma istəyirəm ki, əvvəlcə də imamın haqqında və onun kərəm sahibi olması haqqında bəzi hədisləri diqqətinizə çatdırım. Qur'an-ı Kərim bizlərə buyurur: Ya eyyuhellezine amenu, ey iman əhli olanlar, Allah'a təqvalı olun və sadiqlərlə olun. Əvvəllərdə biz bu ayəni şərh eləmişdik. Yəni sadiqində məqsəd imam məsumlardır ki, Allah bizi dünya axirətdə o sadiqlərdən ayrı salmasın. Zilqəydə ayı bu günlərin 11-idir və 148-ci Hicri ilində İmam Rıza Aleyhisselam Mədinə şəhərində dünyaya gəlmişdir. Atası bilirsiniz ki, İmam Musa Kazım Aleyhisselam'dır. 40'a yaxın evladı olmuştur. Onlardan da bizim Azərbaycanda olan bir evladı Bibi Heybət adıyla ki məşhurdur. Allah bizə bir nemət veribdir ki, hər kəs bugünkü gün istəyir ki, imamı yad eləsin. İmam Rıza Aleyhisselam'ın özünün buyruğudur ki, bizə aid olan şəxsləri, bizə aid olan ziyarətgahları eləyənlər bizi ziyarət etmişdilər. Çalışın bugünkü gün, bugün olmasa səhərsi gün bibini ziyarət eləyin inşallah. Elə imamı ziyarət savabını inşallah əldə eləyərsiniz. İmamın 55 il ömrü olubdur. Həzrət onun 35 ilini Mədinədə atası ilə bir yerdə olubdur və 20 ilini isə onun 17 ilini Mədinədə keçirtmişdi və 3 ilini
indiki Xorasanda yaşamışdı. Yəni Mərv deyilir ora, indiki Xorasan şəhərinə gəlib orada yaşamışdır. İmamın əsl adı Əlidir. Amma ləqəblərindən ki ona Rıza adı verilmişdir. Künyəsi isə Əbulhəsən Sani. Əbulhəsən Həzrət Əli əleyhissalamın künyələrindəndir ki, Həzrətə Əbulhəsən deyərdilər. İkincisi isə imamlarımızdan İmam Rıza əleyhissalama Əbulhəsən deyərlər. Biz dualarda diqqət eləsək, dualarımızdan birində Cami-ül Kəbirə deyilən bir dua vardır. Orada Əhl-i Beytə xitab cümlələri var. Birində qeyd olunur ki, və usulul kərəm, ey imamlar, ey Əhl-i Beyt, siz kərəm mənbəsiniz. Kərəmin mənası genişdir, kərim ya kərəm. Quranda bir çox yerlərdə qeyd olunub, hədislərdə qeyd olunub. Əgər Quranda baxsaq, Allahın da adlarından biri kərəmdir. Necə ki, Ələq surəsinin 3-cü ayəsində buyurulur ki, İqrə və rabbukəl əkrəm, ey Peyğəmbər, oxu, sənin Rəbbin çox kərəm sahibidir, əzəmətlidir. Və Peyğəmbər əleyhissalamın da sifətlərindən biri kərimdir. Quranda Allah Peyğəmbər əleyhissalama xitab edir. Əl-Haqqə surəsinin 40-cı ayəsində buyurur ki, İnnehu ləqavlu rəsulin kərim. Bu Qur'an Allah tərəfindən gəlmiş, bu Qur'an möhtərəm bir elçinin, rəsulun sözüdür. Yəni Allah tərəfindən gətirilmiş Qur'anı kərim olan rəsul sizlərə bəyan edir. Kəramət həmçinin behişt əhlinin sifətidir və təqvalı insanların sifətidir. Əli əleyhissalamdan soruşurlar ki, kərimin mənası nədir? Həzrət buyurur ki, Əl-Kərimu yərə məkarimə əfəalihi dəynən əleyhi yağdihi. Həzrət buyurur ki, kərim o şəxsdir ki, insanlara xidmət eləsin və bunu öz dini vəzifəsi bilsin. Yəni, heç nə müqabilində yox, fəqət Allah rizayəti üçün çalışa. Buna kərim deyərlər. Həzrət Peyğəmbər əleyhissalam da kərim mənasında buyurur ki, İnnəl kərim, ibnəl kərim, ibnil kərim, ibnil kərim. Həzrət 4 dəfə bu cürə qeyd eləyəndən sonra buyurur ki, Yusuf ibnil kərim, Yusuf ibnul Yaqub, ibnil İshaq, ibn İbrahim. Həzrət buyurur ki, kərim əhli Yusuf, o da Yaqub kərim əhlidir, o da İshaq kərim əhlidir və İbrahim əleyhissalam kərim əhlidir. Yəni Həzrət bu peyğəmbərləri ki, hansı ki onların nəslindəndir, cəddiləridir, buyurur ki, onlar hamısı kərim əhli olublar. Deməli, himməti yüksək, ruhu yüksək olan şəxsə və insanlara xidmət edən şəxs kərim sifətinə malikdir. İmam Həsən əleyhissalamdan sual edirlər, Yəbnə Rasulillah, kəramət nədir? İmam buyurur ki, Əmməl kərəm fəttəbərru'u bil-mə'ruf vəl-i'ta'u qəbləs-sual. Həzrət buyurur ki, kərim şəxs, o şəxsə deyərlər ki, kəramət əhli. O şəxsidir ki, ta biləsən ki, insanların çətinlikləri var, müşkilləri var. Onlar sənə müraciət etmədən onların çətinliklərini həll eləyəsən, onlara yardım eləyəsən, onda sənin də ləqəbin qiyamətin günündə kərim olacaqdır. İmam Sadiq əleyhissalamın Vəsail-i Şiə bizim 4 tun olan hədis kitablarımızda bir hədis qeyd olunub. Buyurulur ki, Ravi Mualla ibn Xənis qeyd edir ki, bir gecə mən gördüm İmam Sadiq əleyhissalam xurcuna çoxlu çörəklər yığdı, ərzaq yığdı və gecənin bir aləmində qaranlıqda başladı hərəkət eləmə. Mən dedim, görəsən imam gecənin bu aləmində hara gedir, neynir bunları? Buyurur ki, gördüm ki, imam ağır kisəni aldı çiyninə və Bəni Saidə qəbiləsinə tərəf getməyə başladı. Bəni Saidə qəbiləsi bilirsiniz də, məşhur qəbilələrdəndir. Yeri gəlmişkən deyim ki, yadınızda yaxşı qalsın. Peyğəmbər əleyhissalam ki, dünyasını dəyişmişdi, dəyişdiyi vaxtı bəzi sahabələr ki, eşitmişsiniz, getdilər həmin Bəni
Bəni Saidə qəbiləsinə Həzrət Peyğəmbər əleyhissalamın mübarək cənazəsini yerdə qoydular və Mövla-i Müttəqiyan və bir neçə sahabə Peyğəmbər əleyhissalamın mübarək cənazəsi ilə məşğul oldu. Onlar isə xəlifə seçimi ilə məşğul oldular. Həmin ora Bəni Saidə səqifəsi deyərlər. Yəni Bəni Saidə qəbiləsinin yeri idi ki, üstü örtülü bir çadırlı bir yer idi ki, getmişdilər orada özləri üçün bir xəlifə təyin eləmək üçün ki, onların da elədiyi təyinat, bu günlərim özünüz bilirsiniz o xəlifələr İslam aləmində 1400 ildir artıq gəlib, hamı bunu bilir. Deyir, gördüm ki, İmam Cəfər-i Sadiq əleyhissalam Bəni Saidə qəbiləsinə tərəf gedir. Mən də deyir, Həzrətin dalınca düşdüm. Bir vaxtı gördüm ki, imamın xurcunundan olan bir neçə çörək, ərzaq yerə töküldü. Deyir, gördüm imam, dedi, ilahi, mənim xurcunumdan yerə tökülən ərzaqları mənə yetirginən. Mən deyir, onları başladım yığmağa, yığıb özümü deyir, yaxınlaşdırdım imama, salam verdim. Esselamu aleyk, yəbnə Rasulillah. Həzrət deyir, arxaya çevrilməmiş məni səsimdən tanıdı və buyurdu ki, ey müəllah, sən misən? Dedim, bəli, yəbnə Rasulillah, yerə tökülən çörəkləri gətirdim. Həzrət buyurdu ki, gətir və xurcunu açdı və mən çörəkləri xurcuna yığdım və dedim, yəbnə Rasulillah, bu ağır xurcundur. Yəbnə Rasulillah, ver biraz da mən aparım sənə köməklik eləyim. Həzrət buyurdu ki, xeyr, mən özüm gərək bu zəhməti çəkəm. Mənim üçün ata-babamdan sünnətə əməldir ki, mən daha layiqəm ki, bu işləri görəm. Nəsə deyir, Həzrət buyurdu ki, gəl mənimlə. Mən deyir, Həzrətin ardıca düşüb, gəldik, çatdıq Bəni Saidə qəbiləsinə. Deyir, baxdıq ki, heç kəs oyaq deyil, hamı yatıbdır. Elə o çadıra baxdıq, bu çadıra baxdıq. Onlar da ki, əksəriyyəti o dövrdə elə bir kasıb insanlar özlərinə çadır tikməzdilər. Çünki heç nələri yox idi. Fəqət ya üstü açıq yerdə yatardılar, ya da ki, üstlərinə bir çadırın bir hissəsini çəkərdilər gündən qorumaq üçün, elə yatardılar qumun üstündə. Həzrət baxdı o tərəfə, bu tərəfə, gördü bir nəfər də ayıq adam yoxdur. Hamısı yatıbdır. Həzrət onlara sezdirmədən və sakit, mənə də işarə elədi, sakit şəkildə hər yatan adamın yanına bir çörək, bir ərzaq qoyub, insanların hamısına onu çatdırdı, yəni qoydu ora və qayıtdı. Mən də Həzrətlə qayıdıram. Yolda dedim, yəbnə Rasulillah, sən bunları tanıyırsan? Dedi, bəli, müəllah, tanıyıram. Dedim, mən bildiyimə görə bunlar sizin imamətinizə qailliyi yoxdur. Sizi imam kimi tanımazlar, sizin vilayətinizə etiqadları yoxdur. Siz ki, gətirirsiniz, bunlara köməklik edirsiniz, siz bilmirsiniz. Həzrət buyurdu ki, ey müəllah, bilirəm və yaxşı da tanıyıram. Bunların bizə etiqadı yoxdur. Nə bizim imamətimizi, nə vilayətimizi tanımazlar və iman gətirməyiblər bizlərə. Yəbnə Rasulillah, bəs siz onlara niyə kömək edirsiniz? Ey müəllah, bunlar ki, Allahın bəndələridir, müsəlmandırlar. Bizim imamətimizə etiqad bəsləməsələr də biz gərək onların ehtiyaclarına müəyyən qədər köməklik edək. Əgər onlar bizi tanısaydılar, bizim imamətimizi və vilayətimizə etiqadları olsaydı, biz onlara çox yetişərdik, çox köməklik edərdik. Burada baxırsan ki, imam neynir? Bizlərə də anladır. Bəzən deyirik ki, misal üçün bizə müraciət edir. Baxırsan ki, sənin etiqadında olan şəxs deyil. Amma sən istəyirsən ki, kərim əhli olasan, kərəm olasan, Allahın bir adıdır, kərəmdir ki, yer üzərində nə qədər Allahsızlara Allah öz nemətin əta eləyər. İmam Peyğəmbərlərdə də xüsusiyyət budur və mömində də xüsusiyyət bu olmalıdır ki, insan gərək o insanlar ki, ehtiyaclıdır, onlara yardım eləsin. Bundan başqa, əgər biz diqqət eləsək, İmam Rıza
əleyhissalamın da haqqında bir çox kərəm məsələlərindən danışmaq olar. Məsəl üçün, Əbu Nuvas adında bir şair var idi. Bir gün İmam Rıza əleyhissalam ki, sahabələri ilə idi, gəldi və başladı bir şeir oxumağa ki, dini şeir oxuyurdu. Və həmçinin Əhl-i Beytə aid olan şeirlərdən də oxudu. İmam baxdı ki, bu ehtiyaclı bir insandır. Buyurdu ki, gətirin buna 300 dirhəm verin. Gətirib verəndə Əbu Nuvas dedi ki, Yəbnə Rasulillah, mən bu şeiri oxumadım ki, siz mənə pul verəsiz. Vallahi mən qəlbən bu şeiri oxudum, fəqət siz layiqsiz, çünki Qur'an-ı Kərim sizi tərif edib. Mən də bir şairəm ki, acizanə bir şeiri sizə aid oxuyuram. İmam buyurdu ki, nəinki mən sənə bu 300 dirhəmi verirəm, bu sənin üçün bir hədiyyədir. Həmçinin öz miniyimi sənə bəxşiş verirəm. İmam öz miniyini də görürsən ki, o Əbu Nuvasa verir. Bu da həmin o kərəm sifətlərindən biridir ki, İmam Rıza əleyhissalamın haqqında olan tarixdə bir hadisələrdəndir. O cümlədən İmam Rıza əleyhissalamın elmi, qeybi məsələlərində diqqət eləsək, görərik ki, bir vaxtı İmam Rıza əleyhissalamın Mərvə, Xorasana gəlmə məsələsində müsəlmanlar ixtilafa düşmüşdülər. Bilirsiniz ki, İmam Rıza əleyhissalam Mədinədə imamlıq edirdi. Amma o dövrün xəlifəsi ki, Məmun Harun Ər-Rəşidin oğlu İmam Rızanı öz yanına gətizdirib və istəyirdi ki, ona nəzarət eləsin. Və özünü də Şiə kimi qələmə versin ki, Şiə cəmaatından təhlükə gəlməsin. Odur ki, tarixdə baxsaq, bir neçə nəfəri göndərir və Mədinədən İmam Rıza əleyhissalamı gətizdirir Mərvə, hətta tapşırıq verir ki, Şiə məntəqələrindən gətirməsinlər. Amma o məntəqələrdən İmam Rıza əleyhissalamı Mərvə gətizdirdi ki, orada imamın vilayətinə etiqad yox idi. Ta bir neçə şəhərlər ki, tarixdə onlar qeyd olub, gəlir Nişabur şəhərinə. Bütün İslami tarixlərdə var. Orada bir hadisə baş verir ki, 1000 ildən çoxdur ki, o hadisə bugünkü günə qədər bir hədislə yad olunub. Silsilətül Zəhəb deyilir həmin hədisə. Bütün dünya müsəlmanlar həmin hədisi İmam Rızadan rəvayət edirlər. Nə baş vermişdir? Eşidənlər eşidiblər, eşitməyənlər üçün deyirəm bunu. İmam Rıza əleyhissalam ki, Nişabura daxil olur, 100 mindən çox insan çıxır imamı ziyarətinə və imamın görüşünə gəlirlər. Yüzlərlə alim çıxır ki, imamdan bir hədis eşidəcəklər. İmam gəlir və insanlar hamısı Yəbnə Rasulillah, Allahın salamı olsun sənə. Cəddün Peyğəmbərdən bir hədis bizə söylə günən. Həzrət orada dayanır, hamının sakit olduğunu gözləyir. Hamı sakit olandan sonra Həzrət orada bir hədis söyləyir. Buyurur ki, özdə elə danışır ki, hədisi bir var imamlarımız məsəl üçün nəql eləyir, filan kəs sahabə, filan kəs sahabədən filan kəs, bu cürə. Amma bu hədis belə deyil. Həzrət buyurur ki, mənə atam dedi. Yəni hamısı bir-birinə bağlı atasından, yəni imamlardan. Buyurur ki, atam Musa Kazım mənə dedi. Ona da atası İmam Sadiq dedi. Ona da atası İmam Məhəmməd Baqir dedi. Ona da atası İmam Ali ibn Hüseyin dedi. Ona da atası Hüseyin ibn Ali dedi. Ona da atası Ali ibn Əbu Talib dedi. Ona da Peyğəmbər əleyhissalam dedi. Peyğəmbər əleyhissalam da Cəbraildən dedi. Cəbrail da Allahdan dedi. Allahümmə salli ala Muhammed və ali Muhammed. Buna
deyərlər qızıl zəncir bir-birinə bağlanmış yeganə hədisdir ki, İslamiyyətdə heç bir hədis bu hədis kimi nə rəvayət olunubdur, nə də ki, bu cür anladılıbdır. Hədis necədir? Buyurulur, Həzrət Peyğəmbər Əsəlamdan deyək. Həzrət buyurur ki, Cəbrail mənə nazil oldu və buyurdu ki, Allah bu cürə deyir. La ilahə illallah hüsni. La ilahə illallah kəlməsi mənim bir qalamdır. Bir qalamdır. Hər kəs o qalaya daxil olsa, cəhənnəm odundan aman. Yəni, hər kəs la ilahə illallah, Allahın birliyin, vahdaniyyətin təsdiq eləsə, cəhənnəm odun görməyəcəkdir. O qalaya girsə, cəhənnəm odun görməyəcəkdir. Allah bunu buyurur. İmam bu sözü deyəndən sonra başladı getməyə. Hamı təəccüb elədi ki, imam niyə gedir? Başqa heç bir söz demədi. Hamı diqqətlə imama baxır. Baxdılar ki, imam biraz getdi, dayandı. Üzün tutdu yenə cəmaata. Və lakin bişurutiha. Amma o söylənilən, deyilən qala məsələsinin şərti var. Nədir onun şərti? Buyurdu, şərti budur ki, biz əhl-i beytin vilayəti, hər kəs istəyir ki, cəhənnəm odundan amanda olsun, biz əhl-i beytin, imamətin və vilayətin qəbul eləməlidir. Diqqət edin, insanların diqqətini daha da özünə cəlb eləmək. Eşitməmişəm. Necə ki, həmin sözü Qədirxunda dedilər. Peyğəmbər əsələm nə buyurdu? Dedi, mən sizin peyğəmbəriniz deyiləm. Bəli, ya Rasulallah. Mən sizə indiyə qədər yalan danışmışam. Xeyr, ya Rasulallah. Mən sizlərə indiyə qədər filan hamısını dedi. Ya Rasulallah, sən bizim peyğəmbərimizsən. Sən hər nə desən, biz qəbul edirik və eləmişik və sənin ardınca gedən insanlarıq. Həzrət orada buyurdu ki, mən indiyə qədər sizə deməmişdim, amma indi deyirəm, ey Əli, mən bunu uzatmıram, xırdalıqlarına varmıram. Buyurdu, qalxızdı, mən kuntu məvlahu fəhəzə Əliyyum məvlahu. Hər kəsin ki, mən ağasıyam, peyğəmbəriyəm, filanıyam, bu Əli onun bugündən sonra onun mövlasıdır, onun imamıdır, onun rəhbəridir, mənim varisimdir, mənim vəsiyyimdir. Bu söz bir gün gəldi, nə baş verdi? Əli əleyhissalam sağ idi. Gəldi Kufəyə. Kufə məscidində indi Mövla çıxış edir. Hamı oturub, hər bir söz deyir. Əli əleyhissalam bu hədisi qeyd elədi. Dedi, yadınızdan çıxıbmı ki, Peyğəmbər Qədirxunda mənim əlimdən tutdu, qalxızdı və buyurdu ki, mən kimin ağasıyam, bu Əli onun ağasıdır. Siz də oradaydınız. Sizin də içinizdə neçə nəfərləri var idi ki, onlar da bu sözləri eşidiblər. Bir neçə nəfər qalxdı, dedi, ya Əli, mən eşitmişəm. Peyğəmbəri düz deyirsən, o cürə deyib və sənin imaməti və vilayəti, rəhbərliyi biz qəbul edirik. 4 nəfər qalxmadı. Orada da var idilər. Əli əleyhissalam onları ad-ba-ad çağırdı. Ey Ənəs, 4 nəfəri adı ilə çağırdı. Ey Ənəs ibn Malik, sən orada deyildin. Ya Əli, oradaydım mən də. Özü Ənəs ibn Malik Peyğəmbərə ən yaxın bir şəxsiyyət olub. Bütün ömür boyu Peyğəmbər İslamın yanında keçibdi. Həmişə yanında otururdu. Sən orada yox idin, dedi, oradaydım. Bəs sən eşitmədin bunu? Ya Əli, məni bağışla ki, mən eşitmədim. 4-ünə Həzrət dedi, 4-ü də ki, ya Əli, biz eşitməmişik. Həzrət Əlin götürdü dərgah-ı ilahiyə. İlahi, əgər onlar eşitməyiblərsə, onların günahından keç. Əgər yox, eşidiblər, inkar edirlərsə, ilahi onlara bir cəza verginən. 4-ü də bəlaya düçar oldular. Əgər tarixə baxsız, mən getmirəm hansı. Biri meçiddən çıxırdı, evin tapa bilmirdi. Evdən çıxırdı, meçid tapa bilmirdi. Ağlaq getmişdi. Birinə bərəs xəstəliyi gəldi. 4-ü də bəla ilə dünyadan getdilər. İndi İmam Rıza əleyhissalam neyinir? Diqqəti cəlb eləyir. Bir cümlə dedi. La ilahə illallah hisni.
Hamı baxır, diqqətlə biraz gedir. Artıq diqqəti, cəmaatın diqqəti ondadır ki, imam nə deyəcək? Onda da bir cümlə dedi. Cəhənnəmin odundan uzaq olmağın şərti la ilahe illallah deməklə tamamlanmır. Biz Əhl-i Beytin vilayətini tanımasan cəhənnəmin odun görəcəksən. İmamın dediyi bu hədis bütün İslami tarixlərdə Əhl-i Sünnə və Şiə fərq eləməz. Hamısında qeyd edilib və silsilətü zəhəb, zəncir, qızıl zəncir, yəni hamısı imamlardan rəvayət olunub. Heç kəsdə dünyada bir alim tapılmayıb ki, bu hədisi inkar eləsin. Çünki mümkün deyil. Hamısı Əhl-i Beyt imamlarıdır ki, hamısının da düzgün, sadiq, elmli olduğun bütün dünya alimləri təsdiq ediblər. Hətta imaməti tanımayanlar da təsdiq ediblər. Bu hədis bizlərə nə buyurur? Bizlərə onu çatdırır ki, imamət peyğəmbərlikdən ayrılmaz bir hissədir. İmamət haqqında çox danışmışıq. Yevmə nad'u kullə unasin bi imamihim. Qur'anın ayəsidir. Qiyamətin günündə sizi imamlarınızla məhşərə çağıracağıq. Sənin imamın kimdir? Gəl. Sən deyəsən filan kəs. Deyəcəklər, onun kimi imam təyin edibdi. Peyğəmbər demişdi ki, o imamdır. Bəs biz tanımırıq elə imam. Peyğəmbərin dediyi Allahın dili ilə, mələyi ilə çatdırıldı bizə ki, imam kimdir? Qiyamətdə imamlarla məhşərə gələrik. Bu imamlarda olan müəyyən qədər ki, onlarda sifətlər ki var, bunlar hamısı Peyğəmbər əleyhissalamda olub. Məgər bir dənə məsələ nədir ki, imam, yəni bizim 12 imamımıza mələk gələ, onlara Peyğəmbər əleyhissalam kimi ayə gətirə, bu yoxdur. Qalan isə bütün məsələlər bu şeylərdə var. Vaxt tamam olur. Fəqət qısaca bir neçə şey diqqətinizə çatdırım. İmam Rıza əleyhissalama qarşı çıxanlar da oldu. Necə ki, Əli əleyhissalama qarşı çıxanlar olubdur. Və hətta imamı öldürmək istəyənlər də oldu. Necə ki, Əli əleyhissalamı öldürdülər, şəhid elədilər. Eyni zamanda imam ki, belə məclisdə əyləşmişdi, bir nəfər əbasının altında bir zəhərli qılıncı qoydu, imamı öldürmək üçün həmin məclisə gəldi. Ki, imam niyə zalimin sözün qəbul edib və gəlib sarayda yaşayır? Bu sualı çox verirlər. Gəldi, cəmaatın yanında üzün tutdu imama. Ali ibn Musa Rıza, sənə bir sualım var, ona cavab verərsənmi? Həzrət buyurdu, bir şərtlə cavab verərəm. Nədir o şərt? Həzrət buyurdu ki, əbavın altında gizlətdiyin o qılıncı, xəncəri qoy yerə. Bu qeybi bir elmdir cəmaatın içində. Bu təəccüb elədi ki, imam hardan bildi? Axı bunu heç kəs bilmir. Həzrət buyurdu, onu qoy yerə. İkinci şərtim sənə nədir? İkinci şərtim budur ki, nəyi sual etmək istəyirsənsə, mən istəyirsən onu sənə deyim. Dedi, ya Rasulillah, ey Ali ibn Musa Rıza, sən hardan bilirsən ki, mən səndən nə soruşacağım? Dedi, sən məndən soruşacaqsan ki, nəyə görə mən məmunun təklifin qəbul edib gəlmişəm bu Xorasana? Dedi, bəli, düz deyirsən. Dedi, mən gəlmişdim ki, bu işivə görə sənə zərbə vuran. Sən İslamdan, dindən çıxmısan. Nəyə görə bu işi tutmusan? Həzrət buyurdu, ey filan kəs, mənə də görüm, Misrin əzizi, Yusif, atası, Yaqub, İshak oğlu, İbrahim hamısı ata, baba hamısı peyğəmbər idi ya peyğəmbər deyildi? Dedi, bəli, peyğəmbər idi. Amma hara gəldi? Nəyə qəbul elədi? Gəldi o yerə ki, orada müşrik idilər. Firon kimi idi. Misrin Fironu müşrik idi, zalim idi və onu hamınız bilirsiniz. İmam buyurdu ki, bu cür idilər. Bəs nəyə görə Qur'an-ı Kərimdə Yusuf əleyhissalam Misrin Fironuna bir kəlmə dedi. İnni hafizun alim. Bir vaxtı gəldi ki, bilirsiniz Yusuf əleyhissalam ki, həbsdən çıxdı, gəldi və o acılıq məsələsində ki, onun Fironun yuxu görmə məsələlərin təhlil elədi, yozmaların yozdu, hamı təəccüb elədi. Onda Yusuf əleyhissalam nə elədi? Dedi, ey Firon, mən bu işdə
eşqə daha layiqliyəm. Mən əmin adamam. Necə ki Quran buyurur: "İnni hafizun alim." Mən onları qoruyub hifz eləyə bilərəm. Mən xəyanət eləmərəm. O işləri mənə tapşır, mən o işi görüm. Məgər Yusif bilmirdi ki o müşrikdir? Məgər Yusif bilmirdi ki ətrafındakilərin heç biri Allahı tanımır? Saray idi. Və niyə qəbul elədi? Elə çıxıb gedirdi öz məmləkətinə, öz başına oyun açmaydı. Amma baxırsan ki Yusuf əleyhissalam orada olmaqla Allahın dinini bir ölkəyə sübut elədi, isbat elədi, qəbul elətdirdi. Hamısı dönüb müsəlman oldular. Yəni o dövrdə Peyğəmbərin dinin qəbul elədilər və zülm aradan getdi. Haqsız yerə insanları öldürmək aradan getdi. Müşriklər, o bütə ibadət eləyənlər aradan getdi. Nədir? Peyğəmbər Yusuf əleyhissalamın etdiyi bir işə görə mən də bu günlərim gəlmişəm ki, məmunun dediyini qəbul edib gəlmişəm ki, bu işləri aradan aparam. Bu həqiqəti ortaya qoyam və insanlar onun zülmündən amanda qalsınlar. Çünki o dövrdə Harun və onun evlatları nə edirdilər? İmam əqidəsində olan şiələrə zülm edirdilər, onlarla mübarizə aparırdılar, haqlərin qəsb edirdilər. İmamın ora gəlişi ilə bir çox şeylər aradan getdi və bu gün də baxırsan ki, imamın orada olması Şiə aləminin ən əzəmətli bir şəhəri, ən əzəmətli bir nöqtəsidir ki, biz gedib oranı ziyarət edirik. Qısa olaraq imamdan mübarək bir hədisi diqqətinizə çatdırım. Həzrət buyurur: "Lə yəkunul mu'minu mu'minan hatta yekuna fihi salası xisal." Həzrət buyurur ki, mömin olmaz üç sifət onda olmasa. Nədir? Yəbnə Rasulillah. Həzrət buyurur: "Kitmanu sirri." Həzrət buyurur ki, bu üç sifət olmayan insan özün mömin hesab eləməsin. Birinci sifəti nədir? Həzrət buyurur ki, insan gərək sirri saxlayan ola. Möminin yanında çox şey eləyərlər. Sən gedib o möminin abrını aparsan, müsəlman deyilsən. Kəbəni dağıtmısan. Eşitmişsiniz o hədis ki, Peyğəmbər əleyhissalam Kəbəyə baxıb nə buyurdu? Həzrət buyurdu ki, ey Kəbə, and olsun Allaha, bir möminin abrı sən Kəbədən üstündür. Görsən, bir möminin, bir müsəlmanın abrı Kəbədən üstündür. Peyğəmbər əleyhissalam buyurubdur. Amma bu günlərin baxırsan, mən bunu demişəm bir dəfədə. Mətbuat nə edir? Çağırıb otuzdurur, bəli, mənim arvadım belə elədi, mənim qızım elə elədi. Bütün aləmi, bütün kəndi vurur, bir-birinə kəndin də abrını aparır, rayonun da abrını aparır, öz abrı da çoxdan gedib onsuz da. Amma Allah nə buyurur? Allah buyurur, sənin yanında olan sirriləri ailədə, qonşuda, dostda heç vaxtı sirri açmacına. Birinin gördü səhvi var, səhvi var. Sən onun sirrin gizlini saxlasan, Allah da sənin gizlini sirriləri saxlayar. Allahın bir adı nədir? Səttarul uyub, eyibləri gizlədən Allah. Çalışın həmişə Allah'a bu adla çağırın. Ya Səttarul uyub, həmişə çağırın ki, Quranda bir ayə var. Yevmə tubləs sarair. Ayət, qiyamətin günündə bütün sirrilər açılacaqdır. Əleyhissalam da buyurur, əgər insanlar sizin eyiblərinizdən birini bilsəydilər, sizin cənazə namazınızda, dəfninizdə iştirak etməzdilər. Görün, nə deyən sözdür? Hər bir insanın həyatında utandırıcı hərəkət ola bilər, sirri ola bilər. Quran bizə nə buyurur? Qiyamətin günündə bütün sirrilər açılacaqdır. İlla mömin, möminlərdən başqa. Əgər istəyirsən ki, qiyamətin günündə sənin sirrin açılmasın, heç bir möminin abrı ilə oynamacına, sirrini açmacına. Əgər indi daha o elə bir iş görür ki, cəmaatın içində məşhurdur, cəmaat onun haqqında danışır, o danışır, bu danışır, daha o bizlik deyil. O özü eyiblər açıbdır. Bu başqa şeydir. İkinci, Həzrət buyurur ki, müminin sifətlərindən ikincisi budur ki, və mudaratun nas, insanlarla müdara eləmək, insanlarla yola getmək. Yəni, mümində sərt sifət olması yaxşı deyil. Söz yox, Quranda ayə var ki, kafirlər müqabilində sərt olun. Onun işi başqadır, o başqa məsələdir, başqa mövzudur. Mümin gərək mülayim ola.
Halim ola. Allah'ın bir adı nedir? Halim. Kur'an'da peygamberlerine buyuruptu. Halimun avvab. Nese peygamberi Allah buyuruyor ki o halim bizim bendemiziydi. Allah görsen ki insanlarla halimdi. Sen de insanlarla halim ol. Elal xüsus valideynle. O insan ki valideynin sözünden çıkıp ağ valideyndir. Böyük günah sahibidir. Valideyn seni döysə də, təhqir də eləsə sənin haqqın yoxdur, onun üzünə qayıdıb baxasan. Valideynin sözü Allah sözünün əleyhinə olmasa, hər yerdə Allahın sözündən sonra valideynə görə itaət eləyəsən. O qədər valideynləri əziz tutmalıyıq. Nəinki bugünkü gündə qocalar evində yer yoxdur ki, artıq ikinci qocalar evin tikirlər. Hansı dövrdir, hansı müsəlmançılıqdır? Gənclər əlal xüsus diqqət eləsinlər. İstəyirlər ki, gələcəkdə Allah onlarla və Allahın rəhməti, bərəkəti, Allahın sevimli bəndəsi olalar, öz valideynlərindən çalışsınlar, özləri onların əlindən və ayağından öpsünlər və onların ehtiramını saxlasınlar. Və sonra qohum-əqraba və müsəlman, hətta kafir olmayandan da çalışıb insan gərək həlim ola. Ta bir vaxta qədər ki, o həddin aşmasa, yəni imamın buyurduğu müminin xüsusiyyətlərindən biri həlim olmaqdır. Və Həzrət buyurur, وَالسَّبْرُ فِي الْبَأْسَاءِ وَالضَّرَّا. Həzrət buyurur ki, müminin xüsusiyyətlərindən üçüncüsü budur ki, o çətinlik və giriftarçılıqda səbirli ola. Yəni səbir nə? Allahdan şikayət eləməyəsən. Görsən ki, adətdir. Biraz işim çətinliyə düşən kimi neynirəm? Allah, mən səni neynəmişdim? Allah filan kəs heç səni tanımır. Yapışıb haramdan heç səni tanımır. Amma səhərdən axşama kimi bir loru dildə deyək, qaz vurub qazan doldurur. Mən ki sənə namaz qılıram, mən ki namaz qılıb oruç tuturam. İlahi, sən məni bu günə niyə qoydun? İmam buyurur ki, mömin belə ola bilməz. Mömin bütün giriftarçılıqda Allaha təşəkkür eləyər ki, İlahi, bu ya mənim günahımdandır, ya da sən mənə bunu imtihan edirsən. Hər ikisində sənə təşəkkür eləyirəm. Bax, müminin xüsusiyyəti budur. İmamdan bir dənə hədisdə nə buyurur? Mən səəlallahəl cənnətə və ləm yəsbir aləş-şədaid fəqəd istəhəzə binəfsi. Görün, Həzrət bir dənə nə gözəl söz buyurur. Buyurur ki, hər kəs Allahdan cənnəti istəsə, ki, İlahi, məni behişt əhli elə, məni cənnət əhli elə. Amma çətinlik və həyatda olan o giriftarçılıq, çətinliklərə dözməyə, səbirsizlik eləyə. Onda həmin o şəxs özünü masxara eləyibdir. Əgər Allahdan cənnət istəyirsənsə, gərək bütün işlərdə səbirli olasan. İmam Rıza Aleyhisselamı Allah ziyarətini bizlərə nəsib eləsin. Bir dənə məsələni bir dəqiqədə deyim, əzəməti görün. Mərhum Əllamə Əl-Mizan təfsirinin müəllifi Seyyid Əllamə Təbai eşitmişsiniz. Dünyada 1400 ildə onun təfsirinə çata bilən bir təfsir yox. Bütün dünya onun təfsirini qəbul edir. Fəlsəfi baxımdan özə Qur'anı təfsir eləyibdi, Qur'anın özü ilə. Yəni ayəni ayə ilə təfsir eləyib. Nəinki lüğəvi məna, tarixi, hədis, rəvayət bu şeylərlə yox. Yəni dünyada yeganə təfsirdir. Belə bir şəxs, belə bir alim ki, bizim alimimiz bir gün İmam Rıza Aleyhisselamın ziyarətində idi. Orada səhin deyilər, gedənlər bilirlər. Məsəl üçün İmam Rıza Aleyhisselamın məzarı ətrafında eyvanlar deyək də, səhin deyilir. Çıxırsan bir eyvan, çıxırsan bir eyvan, səhin. Orada da gedirsən, rahat namaz qılırsan. Çünki bu ziyarət olunan yerdə adam çox olur. O səhinlərdə idi. Tabai rəhmətli o səhinlərdə idi. İndi tanıyanlar tanıyıb gəlirlər ağa ilə görüşəndə. Bir nəfər yaxınlaşır, bəs ağa, icazə ver sənin əlindən öpüm. Ağa deyir, olmaz. Deyir, ağa, uzaqdan gəlmişəm, imamın qonağıyam, ziyarətə gəlmişəm. İndi Allah nəsib edib səni görmüşəm. O mübarək əlindən gəl öpüm sənin, icazə ver. Ağa nə desə yaxşıdır. Ağa buyurur ki, mənim əlimdən öpüncə, get imamın bu torpaqlarından öp ki, o torpaqlar mənim başımdan da üstündür.
mənim başımdan da üstündür o imamın səhnləri. Gör nə qədər dərəcə var. Odur ki, hər kəsin hər nə dərdi var, hər nə istəyi var, çalışsın, niyyət eləsin ki, yəbnə Rasulillah, mənə nəsib elə sənin ziyarətivə gəlim. Mən bunu təşviq üçün deyirəm. Mən cavan olanda niyyət eləmişdim. Getdim İmam Rıza əleyhissalamda niyyət elədim ki, yəbnə Rasulillah, mənə 40 dəfə nəsib elə sənin ziyarətivi. 41 dəfə getmişəm o ziyarətə. İldə bir dəfə, ildə 2 dəfə və kəramətləri də görmüşəm orada. O açılmayan qapıları orada görmüşəm, açılan və daha nə deyim, siz görəcəksiniz. Çalışın, gedin imamı ziyarət eləyin və hər nə hacətiniz var, orada ona and verin. Qərib deyil ha, amma qərib imam deyərlər. Orada hər nə hacətiniz olsa, əgər almasanız, mən bir aciz bəndə qiyamətin günündə mənim yaxam sizin əlinizdə olsun. Amma sədaqətlə, imamın, imamətən, imamlığın, vilayətin, arifən bil haqq, həqiqəti gərək qəbul eləsən, gərək başa düşəsən. İmamətin gərək qəbul eləsən ki, orada sənin üçün qapılar açıqdır. Bax, bunu eləyə bilsək, həm həyatda xoşbəxtlik, həm ahirətdə. Allaha and verir öz izzəti cəlalına, Allaha and verir Peyğəmbər, ali Peyğəmbərə, bugünkü mübarək günü ki, İlahi, sənin imamət çeşməndə ki, bir qərib ağanın bu günləri mübarək bir günüdür. Sən bizi bugünkü bu məclisimizi onun səhnində olan məclislərdən qərar verginən. Və yəbnə Rasulillah, həmişə namazda sənə üz tutub deyirik. Əssalamu aleyk, ya Ali yəmnə Musa Rıza. Sənə hər gün salam veririk. Bəlkə atamıza gündə biz heç bir dəfə salam vermirik. Yəbnə Rasulillah, sən bizə atamızdan da əzizsən, anamızdan da əzizsən. Yəbnə Rasulillah, hər namazdan sonra da sənə salam veririk. Sən də buyurmusan ki, hər kəs mənə uzaqda salam versə, mən qiyamətdə yaxından ona salam verəcəyəm. Bu söz sənin dilindən çıxıbdır ki, orada da yazılıbdır. Yəbnə Rasulillah, biz sənə hər gündə neçə dəfə salam veririk. Yəbnə Rasulillah. Və bilirik, etiqadımız da var ki, sən bu məclisə inayətin var, nəzərun var və bizim də bu məclisimiz sənin o Xorasanındakı məclislərdən fərqi yoxdur. Bunu siz demişsiniz. Yəbnə Rasulillah, sənə and veririk Nənun Zəhranın çəkdiyi müsibətə, xanım Zeynəbin çəkdiyi müsibətə. Bu günləri bu acizanə bir məclisdə neçə nəfər oturmuşuq və istəyənlər üzürlü, gələ bilməyənlər da var. Onlar bugün, bu anda, bu məclisdə səndən hər nə istəyirlərsə, Yəbnə Rasulillah, onları öz qapınızdan əliboş qaytarmayın. Yəbnə Rasulillah, dünya İslam aləmi bugün çətinlikdədir. Ələxüsus Əhl-i Beyt məktəbi çətinlikdədir. Bütün dünya sizin üstünüzə düşür. Yəni bizim üstümüzə düşən sizin üstünüzə düşübdür. Yəbnə Rasulillah, bizim bir sözümüzü Allaha səndəginən. Biz onu hər gün namazda deyirik, amma günahımızdan çatmır ola bilsin. Amma səndən istəyimiz budur ki, bizim dilimizlə Yəbnə Rasulillah, İmam-ı Zamanın gəlişini Allahdan istəginən. Və o insanlar ki, mömindirlər, dünyanın hər bir yerində çətinlikdədirlər və bizim də tanıdığımız, bildiyimiz möminlərin çətinlikləri var, zülmün içindədirlər. İlahi, dünyanın hər bir yerində olan möminlər ki, çətinlikdədirlər, onların çətinliklərini tezliklə həll edin. O insanlar ki, bizdən ötəri şəhid olublar, bizim vətənimizdən ötəri, bizdən ötəri canlarından keçiblər, qanlarından keçiblər, vətənimizi qoruyublar, dinimizi, qeyrətimizi, namusu qoruyublar. İlahi, o şəxsləri bu günlərim İmam Rıza'ya qonaq qərar verginən. Və o insanlar ki, canlı şəhidlərdir bizim qazılarımız, İlahi. Onlara xeyirli, sağlam bir ömür bəxş eləginən. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə, İlahi, bizim xalqımızı başsız qoymaginən. Ağsaqqalları itaətkar başımızın üzərində, İlahi, onları həmişə var eləginən. Və İlahi, cavanlarımızı Əhl-i Beyt yolunda sabit qədəm, əbəlfəz yolun gedən, qeyrətli, namuslu vətən oğulları qərar verginən.
Və bu gün həmsinin bu günlərim bizim əzizlərimizdən ki, həmin o 41-45-də şəhid olublar. Bugünkü günü bir çox yerlərdə ki, qeyd edirlər bayramı, bizdə də bayram olunur. İlahi, o günlər şəhid olan bizim də əzizlərimiz var idi ki, onlar məzlum dünyasını dəyişiblər. Onlar məcbur gediblər, orada iştirak ediblər. Onları da ilahi şəhidlərin siyasında səbt güzaş eləcəkən. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə sənə and verir ki, ilahi, hər kəsin hər nə duası var, əziz analarımızın, əziz bacılarımızın, onların da Fatimə Zəhra əleyhissalam xatirinə duaların biriyə qəbul edəcəkən. Və o balalarımız ki, Vanani Kərbəla xatirinə, Əliəskər xatirinə, onları da Əhl-i Beyt yolunda hidayət olmuş, itaətkar, mömin, təqvalı şəxslərdən qərar verginən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə, o şəxslər ki, bu məclisdə iştirak elədilər, o şəxslər ki, amin deyib sənə üz tutublar, ilahi, Əhl-i Beyti və İmam Rıza əleyhissalamın özün başımızın üstünə gətirməmiş bizi dünyadan aparmacınən və heç kəsin yanında başı aşağı etməcənən, bizi özündən başqa heç kəsin qarşısında əl açmağı nəsib etməcənən, öz Rəzzaq adına, öz Kərim və Kərəm adını sana and verir ki, ilahi, bizi öz rozunla, bizim balalarımızı, əzizlərimizi öz rozunla kifayət edəcək qədər ruzu bizlərə bəxş eləcənən. O şəxslər ki, ilahi, onlar suba edirlər, evlənmək istəyirlər. Onların duaların qəbul etməklə onlara öz sevdiyin bəndəni həyat yoldaşı qərar verginən. Və o şəxslərin ki, mənzili yoxdur, çətinlikləri var. Sənə and veririk izzət və onları da tezliklə gözəl mənzil bəxş etməklə bu məclis kimi bir məclisi öz ailəsi ilə, öz evində keçirtməyi nəsib eləcəkən. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə sənə and veririk izzət və xalqımızı dünya xalqları içərisində izzətli qərar verginən. O şəxslər ki, xalqımıza köməklik edirlər. İstər maddi olsun, istər mənəvi olsun, hər hansı bir vəzifədə olsun, istər gizlin, istər aşikar. İlahi, onların dünya, ahirətin işıqlı nuraniyə və itaətkar bəndələr kimi onların həyatına öz rəhmət və nazil eləcəklər. O şəxslər ki, bu xalqla düşmənçilik edirlər, dini ilə düşmənçilik edirlər, namus qeyrəti ilə düşmənçilik edirlər. Onların özlərin və havadarların dünya ahirətdə zəlil xar eləcəkən. Və sənə and veririk, o şəxslər ki, sənin yanında qurbi mənziləti var. Bizi, bizim əzizlərimizi, bu məclisdə olanları və bu məclisin o əzizləri ki var, qohum əqrabası, ailəsi, ilahi, onların da bizim məclisimizdə olub iştirak etmək savabını onlara səbt eləcəkən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə bu bayramı bizlərə axırıncı bayram etməcəkən. Özümüz üçün, əzizlərimiz üçün dualarımızın qəbul olması, məclisimizin qəbul olması, gələcək günlərimizin xeyirli, bərəkətli, imanlı, itaətkar olmağımız üçün Peyğəmbər, Ali Peyğəmbərə, əzizlərimizə, şəhidlərimizə, boynumuza haqq olan aramızdan gedən möminələrə, əlal xüsus İmam Rıza əleyhissalama hədiyyə eləyək, 5 kimsəyə xatir 5 salavat hədiyyə eləyək. Allah